Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyalar, sosial müavinətlər və təqaüdlərin növbəti artımı ilə bağlı məlumat verəcəyik. Bəli hörmətli izləyicilər, pensiyalar, sosial müavinətlər və təqaüdlər növbəti dəfə artırılacaq. Artım hansı tarixdə olacaq və ümumiyyətlə artım nə qədər olacaq, ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq video keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə bu cür videolar paylaşdıqda sizə dərhal bildiriş gəlsin. Bəli hörmətli izləyicilər, Azərbaycanda pensiyalar, sosial müavinətlər və təqaüdlərin növbəti artımı baş tutacaq. Bu artımlar hansı tarixdə olacaq və ümumiyyətlə artımlar hansı faizlə və nə qədər artacaq, ətraflı şəkildə məlumat verəcəyik. Qeyd edim ki, hörmətli izləyicilər, Azərbaycanda sonuncu dəfə pensiya artımı fevral ayında baş tutmuşdu və əmək pensiyalarının artımı qeyd alınmışdı. 9,3% pensiyalar indeksləşdirilmiş və artırılmışdı. Əmək pensiyacıları isə əmək pensiyalarını fevral ayında almışdılar. Həm yanvar ayının artımı, həm fevral ayının artımı fevral ayında verilmişdi. Bundan əvvəlki videomuzda 2027-ci ilin əmək pensiyalarındakı artımını sizlər üçün paylaşmışdıq. Növbəti ildə əmək pensiyalarının artımı 10,3%, 10,4% ilə hesablanacaq hörmətli izləyicilər. Təxmini 1% miqdarında daha çox olacaq indeksləşdirilmə. Onu da əvvəlki videomuzda paylaşmışdıq. Qeyd edim ki, 220 manat yaşa görə verilən sosial müavinətin əmək pensiyasının minimum məbləğinin, yəni 320 manatın, əmək haqlarının və 80 manat veteran pulunun iyul ayının 1-dən etibarən artırılması gözlənilir. Yəni bir neçə müavinət var ki, bu müavinətlərin iyul ayının 1-dən artırılması gözlənilir. Ötən ilin iyul ayında 50 pensiyalarında və digər bəzi müavinətlərdə artımlar olmuşdu. Məsələn, ailə başçısını itirməyə görə verilən müavinətdə artım olmuşdu. 1 yaşdan kiçik uşağa görə verilən, həmin uşağa qulluğa görə verilən 140 manat 120 manat müavinət 140 manata çatdırılmışdı. Yəni 20 manat artım olmuşdu. Ümumiyyətlə uşaqlara qulluğa görə 1 yaşdan 3 yaşa qədər uşaqlara qulluğa görə əlavə 100 manatdan 120 manata qaldırılmışdı baxım pulları və 120 manat baxım pulu isə 140 manata qaldırılmışdı. Yəni 20-40 manat arasında artım olmuşdu ötən il. Bu il isə bir sıra müavinətlərdə və pensiyalarda artım olacaq. İlk artım olunacaq müavinət hörmətli izləyicilər 220 manat yaşa görə verilən sosial müavinətdir ki, bu müavinət Azərbaycanda əmək pensiyası ala bilməyən sadə vətəndaşlar üçün verilir. Məsələn, vətəndaş pensiya yaşına çatdıqda əgər müəyyən dərəcədə pensiya kapitalı və ya 25 il stajı yoxdursa, həmin vətəndaşa dövlət tərəfindən 220 manat sosial müavinət verilir və bu sosial müavinətin də 30 manat miqdarında artacağı gözlənilir ki, bu məbləğdə 250 manata çatdırılacaq. Qeyd edim ki, hörmətli izləyicilər, Azərbaycanda əmək pensiyalarının minimum məbləği, yəni 320 manatdır hazırda bu rəqəm, minimum məbləğ artırıla bilər. Bu artım isə 30 manat təşkil edir. Yenə 220 manat müavinətdə olduğu kimi bu pensiyada da artım 30 manat təşkil edəcək və minimum məbləğ 350 manata çatdırılacaq. Hörmətli izləyicilər, Azərbaycanda hazırki minimum əmək haqqı 400 manatdır və 50 manat miqdarında minimum əmək haqqlarının artımı gözlənilir. Bu artımdan sonra Azərbaycanda artıq minimum əmək haqqı 450 manata çatdırılacaq. Bundan sonra minimum əmək haqqı 450 manat təşkil edəcək. Qeyd edim ki, Azərbaycanda 80 manat veteran pulu da artırıla bilər. Veteranlara verilən 80 manat təqaüdün də artımı gözlənilir. Qeyd edim ki, bununla bağlı daha əvvəl də video paylaşmışdım. İki təklif var bununla bağlı. Birinci təklif veteranlara verilən 80 manat təqaüdün 150 manata çatdırılması və kommunallarla bağlı veteranlara güzəştin olunmasıdır. İkinci təklif isə birbaşa veteran pulunun 200 manata çatdırılması və kommunalla bağlı güzəşt olunmamasıdır. Bu iki təklifdən biri təbii ki qəbul olunacaq. Yəni bu iki təklif də dəyərləndirilir hazırda. İki təklifdən biri qəbul olunacaq və veteranlara verilən 80 manat təqaüdündə təbii ki artımı gözlənilir. Bu rəqəm isə ya 150 ya 200 manata yaxın bir rəqəm olacaq hörmətli izləyicilər. Qeyd edim ki, ailə başçısını itirməyə görə verilən müavinət ötən il artırıldığı üçün bu il hər hansı bir artım gözlənilmir. Ailə başçısını itirməyə görə verilən əmək pensiyalarında artım olmuşdu fevral ayında. Müəyyən dərəcədə faizlə hesablanıb artırılmışdı. 50-lik pensiyalarında isə yenə 50-liyə görə verilən əmək pensiyaları da var. Onlar da fevral ayında artırıldığı üçün 50-lik pensiyaları və ailə başçısını itirməyə görə verilən müavinətə hələ heç bir artım qeyd alınmayıb. 4 kateqoriya üzrə artımlar oluna bilər hörmətli izləyicilər. Minimum əmək pensiyası, yəni 320 manatda artım olunacaq. 220 manat yaşa görə verilən sosial müavinət. Azərbaycanda minimum əmək haqqları artırıla bilər. 400 manatdan 450 manata çatdırılır. Bir də ki, 80 manat veteran pulu, yəni veteranlara verilən 80 manat təqaüd də artırılacaq hörmətli izləyicilər. Yəni bu 4 kateqoriya üzrə müavinət, sosial pensiya və
əmək pensiyalarının məbləğində və ölkə üzrə minimum əmək haqqında artım olacaq hörmətli izləyicilər. Qeyd edim ki, bundan sonra da bu haqda daha ətraflı məlumat paylaşacağıq sizlərlə. Tam dəqiq məlumat olduqda ətraflı şəkildə sizlər üçün video çəkib cədvəl şəklində məlumat verəcək hörmətli izləyicilər. Videomuz isə yekunlaşır. Bu videonu mütləq bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşmək ümidilə.